Salam, mənim adım Nailədir, 22 yaşım var. İlk kitabımı birlikdə yazırıq, bölüm 8. Elə bir şey var ki, mən hekayəni yenə dəyişdirmək istəyirəm. Çünki ürəyimcə deyil. Və fikir verdim ki, bir gündə 10.000 limiti özümə qoyaraq böyle bir səhv eləmişəm. Çünki tələm-tələsi yazmışam. Düzdür, hekayə axırdı, tam istədiyim hissələr idi. Amma ki, nədənsə yola verdi yazdığımı düşündüm o hissələri. Baza var idi. Amma yenə də ürəyimcə deyil, yəni tək-tək üstlərindən keçmək istəyirəm və mövzunu biraz daha dərinləşdirmək istəyirəm, daha nə qədər dərinləşdirə bilərəmsə. Və biz distopiya qurmalıyıq. Mən necə deyim, ilk kitabımdır, ilk fantastik kitabımdır. Normalda 4-5 dənə əsərim var və onların hamısı üçü sevgidən, biri həyatdan, biri də özünün inkişafdan bağlıdır. Amma ki, ilk dəfə fantastik kitab yazıram. Necə deyim, xəyalımda həqiqətən canlanırdı deyə yazmaq istədim. Və belə bir şey var ki, mən bu fantastik kitabla necə başlayacağımı bilmirdim. İndi biraz məlumatım var, nə mənada, biraz araşdırma elədim. Mən həmişə bunu xəyali dünya kimi adlandırırdım, amma məyər əsl adı distopiyaymış. Bunu bilmirdim bu arada. Birbaş yazmağa başlamışam, yəni heç bir araşdırma eləmədən. Özdəki mən beləyəm ki, hər hansı bir işi görürəmsə, o mövzuda olan heç bir işlə maraqlanmıram. Yəni başqalarının elədiyi işlərə baxmıram ki, birdən-birə istər-istəməz göz yaddaşıdır, beyin yaddaşıdır, onu yenidən əlimə gətirərdə, yəni yenidən qələmə verərəm deyə istəmirəm, araşdırmıram. Araşdırma elədim, nə mənada? Bir dənə qız çıxdı qabağıma, çox gözəl danışırdı, çox xoşuma gəldi onun danışığı. Doğru düzü yapay zekadan danışırdı. Yəni bütün insanların hər şeyi ayıya elətdirmə çabasından danışırdı. Məsələn, bir qız bir gündə bir kitab yazıbmış, yapay zeka ilə yazıb, amma bir gündə bu qədər kitab yazdım falan kimisindən deyə. Bir günə bir kitabı yaza bilməzsən əlbəttə ki. İndi biraz daha üstündən keçəcəyim. Və mən öyrəndim ki, fantastikada dünyanı qururuq. Mənim gözümdə canlanan bu ölkələrimiz var, Vespera, Luvia. Bu ölkələrin hamısının bir xəritəsini çıxardacağım. Necə bir hissədə olduğunu gözümüzdə canlandıracağıq. Uydurma qəhrəmanlarımız haqqında məlumat yazacağıq. Kim necədir, necə bir xasiyyətdədir, sonra necə olacaq. Hər personaj üçün ayrıca yazılacaq bunlar. Yəni bu günümü ancaq obrazlarıma verəcəm. Bir də xəyali dünya deyirəm, yəni distopiyamıza veririk. Bugün distopiya qururuq, belə deyim. Distopiyamızı necə qurduq adlı video kimi. Bu mənim yəni ilk işimdir. Buna görə səhvlərim çox ola bilər. Yəni səhvlərim dizimə aparmasın, xahiş edirəm. Səhvlərim çox ola bilər, amma ki çabalamaq istəyirəm və başlamaq məncə etməyin yarısıdır. Yəni artıq etməyə yaxınlaşmışıq deməkdir. Başlamışamsa nə vaxtsa bitirəcəm. Nə qədər olduğu qədər olacaq. Neysə, gedim yazmağa başlayayım, görək. Bugün saat limiti qoymuram. Saat 9-da başladım. Nə vaxt yorulsam, o vaxt bitirəcəm. Kronometrəni açacağım. Baxaq görək neçə saat önce xəyali dünyamız tam olaraq qurulur. Mən gəldim. Xəritəmin taslağını çıxartdım. Ne görsənir, heç nə görsənmir. Sunumumu yapacağım. Xəritəni tam olaraq düzəltmədim. Belə hələ ki ayırdım nələrə. Deməli nələrə ayırdım, onları göstərim, başa salmaq istəyirəm. Bu ön çalışma kimi bir şeydir də. Zifiriyanı alta verdim. Bura belə alovlu, qaranlıq. Qaranlıq ya da alovlu ya da sırf daşlıq bölgə olacaq Zifiriya və Zifiriyanın altında da yeraltı bir şəhər. Heç kimin xəbəri yoxdur o şəhərdən. Bura Veildir. Yazmağı unutmuşam. Veildir. Bura Veildir. Ən balaca ölkədir və belə bir şey var ki, balaca olmasına baxmayaraq gözü bütün bu ölkələrdədir, amma başçısı yox. O sonrasının məsələsidir. Ən böyük əraziyə sahib olan Vesperadır. Ən yaşıllıq zona və Vespera ilə biraz, yəni dirəşsə eyni əraziyə sahibdir, amma deyil. Yəni balacadır. Luvia'dır ikinci. Viktor'un ailəsinin qaldığı yer.
ən yaşıllıq ərazidir. Bu arada Vesperada yaşıllıq o qədər yoxdur. Ən yaşıllığı Luviadadır. Bu Kallistadır. 4 bir tərəfi su ilə əhatəlidir. Ona görə burada daha çox su ruhları, su gücünə malik insanlar var. Su ilə əlaqəli insanlar olacaq. Onları da açıqlayacağım. Hələ ki qalsın. Bura bizim Markeyamızdır. Bu ən qaranlıq yerdir və nüfuzu sadəcə 2 nəfərdən ibarət olacaq gələcəkdə. Və buranı heç kim görmür. Çünki bura kinli ruhların əhatəsidir. Yəni bura heç kim girmir. Burada da kiminsə yaşadığında kimsə düşünmür. Çünki bura ruhlar mağarasıdır. Sonra belə bir yerimiz var. Bunun yerinin adını nə yazmışdım? Hə, Lunaria. Heç bura qeyd eləməmişəm. L yazmışam. Niyə? Çünki bura Lunaria. Bura mənim ağlıma indi gəldi. Belə bir yerdir ki, xəritədə heç bir koordinatı olmayan, yəni görsənməyəcək, ad yazmayacağım, heç nə olmayacaq. Heç bir koordinatı yoxdur. Buranı ancaq ruhani enerjisi olan insanların tapa biləcəyi bir yerdir. O da ki, bura gəlib buranı görmədilər. İndi bura kim gələcək, kimlər nə edəcək, o sual işarəsindədir. Bir də Zifiryan demişdim. Zifiryanda alt dünyası var, alt şəhəri var, belə deyək də. Yəni, heç kimin bilmədiyi bir qayalıq sayəsində alt dünyası var. Və bunda deyəcəm. İndi bilirsiniz nə eləmək istəyirəm. Mən biraz vaxtım çox gedəcək, düzdür, amma ki eləmək istəyirəm. Kitab yazmaq yaradıcılıqdır. Amma sadəcə kitab yazmaq yaradıcılıq deyil, kitabın üstünü işləmək də yaradıcılıqdır. Nə mənada? İndi biz bu xəritəni bunun və bunun sayəsində canlı bir xəritəyə döndərəcəyik. Yəni əl işi bir xəritə olacaq, həqiqi formatda olacaq və həqiqi bir dünyaya çevirəcəyik. Mən sadəcə yazmıram və onu da canlandıracağım. Hətta çalışacağım ki, bu arada şəkil çəkməyi çox sevirəm, ona görə mənim. Yəni nəsə deməyə ehtiyac yoxdur da məncə. Necə canlandıracağımı siz düşünün. İndi başlayacağım xəritəmi çəkməyə. Və belə bir şey var ki, bu şəklim var, kitabın üz qapağı olacaq şəkil. O da əsl şəkil deyil. O sadəcə təxmini yapay zeka sayəsində çıxardılmış bir taslaqdır. Əsli əl işi olacaq. Əsli sıfırdan fərqli bir şəkildə əl işi olacaq. Onu laf axıra saxlamışam. Ona kimi indi xəritəmi işləməyə keçir. Çox həyəcanlıyam. Yəni çünki hər bir detalını əziyyətlə sıfırdan eləməyin özü belə çox əyləncəlidir. Biri mənə yazmışdı ki, yəni vərəqə niyə yazırsan, kompüterə yazsan daha tez olar falan. Mən birinci bu hekayəni yazanda vərəqə yazmışam. Çünki vərəqdə yaşayırsan, kompüterdə də okey gedir, amma ki kompüterdə səhvlərim gözümə dəymir. Yazıram, yuxarı gedib. Əlbəttə ki, əlim var, gedib yuxarıya da baxa bilərəm, amma mən yazmağı daha çox sevirəm, yazmağın tərəfdarıyam. Eynilə indi də həmçinin yazıram nələri etməli olduğumuzu. Ona görə hər şey yəni sıfırdan əl əməyi edirəm. Ədalətin solduğu yerin adı o qədər tez tapılmıyor bu arada. Və yəni oktyabr, noyabr, dekabr, yanvar və artıq fevraldayıq. Ay, düzgün hesablamadım. Oktyabr, noyabr, dekabr, yanvar, fevral. 5 aydır üstündə işləyirəm. Və mən bunu tamamilə yazmamışam. Sonunu bitirməmişəm. Yarımçıq yazmışam. Ortasına belə tam olaraq çatmamışam. Ki istədiyim kimi gəlməmişəm. Çünki istəyirəm ki tam olaraq istədiyim kimi gəlim. Sonra bitirim. Düzdür, təbii ki bitirəndən sonra bir də üstündən gedəcək. O ayrı məsələdir, xırdalıqları. Yəni deməyə çalışıram ki 5 aydır mən bunun üstündə işləyirəm. Bazı günlər olub aradakı, günlər deməyim, həftələr olub aradakı. Əşi yazmayacağım demişəm. Yəni ümumiyyətlə yazmağın başını buraxmış bir ərəfəm var idi.
Amma ki yenə də ağlım buradaydı da, yəni burada Viktorda və Alpdaydı. Burada çox insanın adını dəyişmişəm. Bir dənə dəyişilməyən Viktorla Alp, bir də Mimmindir. İndi bu xəritəni canlandıraq, sonra isə davamını keçir. Hissə çəkirəm, dedim hissə də göstərim. Bu Markeyadır. Ruhlar mağarasıdır, onu qeyd eləmişəm. Bu Luviyadakı o məsələlərin keçdiyi, həmin hadisələrin olduğu yerdir. İndi üstündə işləyirəm. Görək nə qədər vaxtda bitirəcəm. 2 saat üstündə bunun üstündə planlama elədim. Harda nəyə qoyum, necə eləyim. Sərhədləri də istədim ki, belə tam olaraq ayırmayım. Məsələn, indi burada 2 yeri çay ayırır. 2 yeri çay ayırır. Aşağı ilə yəqin ki, ya dağlar ayıracaq. İndi üstündə işləyəndə biləcəm nə edirəm. Deməli, mən gəldim. Dünənləri davamını çəkə bilmədim. Yorğun oldum biraz. Belə bir şey çəkmişəm. Onsuz da yerləri təqribi demişəm, bir də deyəcəm. Sonra isə şey eləyəcəm. Tamamilə çəkmirəm. Hələ ki dayandırıram da. Bura okean olan bölgədir. Bu bizim dünyamızdır. Distopiyamızdır yəni. Detallar qoyulacaq. İstəyirəm hekayəni yazdıqca qoyum. Yeni fikirlər gəlir ağlıma. Gəldikcə xəritəni bir də dəyişə bilməyəcəm də. Yəni əslində bunun üstündə belə baxılır deyə, yəni 2 dənə rəng vurmusan deyilə bilər, amma bunun üstündə çox rəng var. Yəni adicə okeanın üstündə hər rəngdən var da demək olar ki. Əziyyətimi puç olsun istəmirəm. Ona görə də hazırda belədir. Bura Kallistadır, bura Veildir, buradakı şeydir, Lunariyadır. Bunlar Lunariya bilinməyəcək, Lunariya qaldı. Darini, Zifiriyanı heç bilinmədi. Burada Zifiriyadır, buranı dağlar örtəcək. Yəni sərhədləri şey eləmək istəmirəm. Burada çaydır da, yəni çayla sərhəd açılıbdır, qoyulubdur. Burada dağlarla Zifiriya olacaq. Sadəcə bu hissə Darini olacaq və Darini heç kim bilməyəcək. Darinin varlığından xəbərləri olmayacaq, sonra olacaq. Onu hekayədə də düzəldəcəm. Əslində normalda var idi hamısı. Yəni bir şəhər olaraq tanıyırdılar, amma ağlıma bambaşqa bir şey gəldi. Buranı yeraltı şəhər kimi eləyəcəm. Yəni sanki ora girmək üçün bir qayalıq qaldırmaq, ya nə bilim, bir oranı dəqiq fikirləşim sonra. Nəysə, xəritəmiz təqribi belə bir şey oldu. Xəritəni qoyuram qırağa, işlədikcə üstündə işləyəcəm. Tam dəqiq heç nəyi başdan bəri yaza bilmirsən. Çünki yazdıqca adamın ağlına o qədər şeylər gəlir ki, sonra deyirsən ki, kaş bunu da yazardım. Bax, mən indi ilk bölümü yayınlamışam və ikinci bölümümü yayınlayamıram. Çünki ilk bölümdə belə dəyişikliklər elədim yenə, amma ilk bölümü də fırladım. Yəni paylaşandan sonra adam dəyişə bilmir. Ona görə də qalmışam belə, isyandayam. Nəysə, bu xəritəmiz idi. Bu danışma videosu kimi bir şey oldu. İndi mən keçəcəm xarakterlərimi yazmağa, kimdir, nədir, necədir. Sonra isə hekayənin üstündə düzəlişlər eləyəcək. Bugün nə qədər işlədik də. Dünənləri 3 saat işləmişəm. 3 saat xəritəyə getdimi desəz, bəli, getdi. 1 saatı zaten, 1 saatı onsuz da fikirləşirdim ki, nələri hara qoyum, nə edeyim. Ona görə belə vaxt getdi. 2 saatda, yəni bu rəngləmə, düzəliş qoyum, eləyim, onlara getdi. Mən elə bil personajlar haqqında yazacaqdım. Amma vaz keçdim. Mənim qərarlarımı vermə hızım. Bilirsən, mən deməli personajlar haqqında yazacağımı dünən demişdim. Oturacağım, sıra şeyləyəcəm. Yazmıram. Qərarlarımdan tez dönürəm də yəni. Çünki vaxt itkisi kimi görürəm. Mən onları tamamilə gözümdə canlandıra bilirəm. Amma onları tək-tək oturum yazım ki, Viktor pis biridir, Alp yaxşı biridir, sonra pis olacaq, bunlar falan. Çünki mən hekayə, bilmirəm, tək məndə elədi, yoxsa yox. Yazandan sonra gəlir də, yəni bunu pis eləyim, yoxsa yaxşı eləyim də, yəni tam oturuşmur da onsuz da. Ona görə xəritəni belə yarımçıq qoydum. İndi davam eləmək istəyirəm yazmağa. Çox tez qərar dəyişdirirəm. Nəysə, gedirəm yazam. Görəm nə yazıram, nə edirəm, harda qalmışam. Biraz çox ara vermişdim. Ona görə biraz o hissəyə girim. Yazmağa başlayayım, görüm başıma nə iş gəlir.
Hekayəmi sıfırdan oxumaq istəyirəm. Harda necə qaldığımı yenə unutmuşam. Amma bilmirəm, bəlkə bunu videoya çəkim, necə görsəndiyini bilmirəm. Wow, bilmirəm. Çəkim. Neyse. Bilemiyorum. Bilmirəm ya. Səsli oxuyuram. Bəli, mən oxudum oxumağımı. Boğazım fəryad elədi. Hələ bitirə bilmədim. Yəni sadəcə bir neçə hissə. Və baxıram ki, hələ ki dəyişilməyə ehtiyacı yox imiş. Mən yaza bilmirəm. Dəli olacağam ya artıq. Bilmirəm niyə beləyəm. Yazmaq istəyirəm, amma yaza bilmirəm. Neysə. Bugün də yazamadım. Bugün əslində 2 gündür. Bax bu 2 günün şeyidir də, yəni dünənlə bugünün birləşimidir. Və ortada düzdür bir dənə xəritəni dünənləri eləmişəm, yazmamışam. Əlimi buraya yazmaq istəyirəm, yaza bilmirəm. Niyə yaza bilmirəm, əsəbiyəm. Getmir əsəbili. Amma çox qəşəng yazmışam, amma yazan çox qəşəng yazıbdı. Yəni hiss etdirirdi hər şeyi, çox qəşəng hiss elətdirirdi. Amma yaza bilmirəm, indi yaza bilmirəm. Nə qədər eləmalım var yazam. 2 günüm elə bir ki, belənçini oldu. Yəni kamerayla danışdım da belə sayıq. Bitti. Bu bölüm də bitti.